Değerli vətənlər, can ciyərlər, ey mənim gözəl xalqım, əvvəllər nə olurdu? Baxın, televiziyalarda uşaq filmləri, uşaq verilişləri olurdu, muğam verilişləri olurdu, şahmat verilişləri olurdu, idman verilişləri olurdu, tiyatrlar olurdu. İndi nə var? Ancaq kriminal. Onu orada zorladılar, bunu burada öldürdülər. Onu elə zorladılar, bunu belə öldürdülər. Niyə? Bunun bir səbəbi var. Hər gün kriminal efirlər açırlar. Hər gün insanların psixologiyasını pozurlar. Yəni, bilməyənlərə də öyrədirlər ki, bu arvadını belə öldür. Bu uşağını belə öldür. Ata balanı zorladı. Bala atanı zorladı. Dayı belədi, o biri belədi. Adam bir-birinin üzünə baxanda, belə insan belə üzünə baxanda deyir, əvvəl bir doğma, əziz, bala kimi baxırdı. Hamı bir-birinə başqa sevdayla, başqa gözlə baxırdı. Adam efir yadında da efir. Oyda, belə bir bacısı oğlunu dayısı zorladı. Oyda, ata belə bir şey zorladı. Ayda, arvadı əsəbləşəndə orada belə vurmuşdular. Ayda, qaynana belə vurdu qaynatanı. Gəlin belə elədi, o belə elədi. Ancaq kriminal verilişlər verməkdən insanlarda ümidsizlik, insanlarda cinayətə meyillilik, insanlarda psixoloji sarsıntı ancaq belə şeylər yaradırlar. Hani idman efirləri, hani şahmat efirləri, hani gözəl baxırdım şahmata, necə gözəl ləzərə, bir də görsən adam belə, hani bu efirlər, uşaq efirləri, hani? Değerli vətənəm, çünki sizin başınızda bir oğraş var, bir namus var, şərəfsiz var.